Məşhur mütəfəkkir Əl-Fərabinin vətəni olan Qazaxıstanın Almatı şəhərinin hər birinizi salamlayıram və arxamda gördüyünüz bu universitet isə Farabi adına yaranmış bir universitetdir. Farabinin çox gözəl bir kitabı var, Xoşbəxtliyin Qazanılması kitabı və orada çox maraqlı bir cümlə keçir və orada deyir ki, varmısınız ki, yox olmaqdan qorxursunuz? Və mən bu cümləni təhsil və ailə sosiologiyası baxımından ələ almaq istəyərdim. Belə ki, bəzən valideynlərimiz övladlarına sadəcə maddi və fiziki şəkildə qayğı göstərirlər, amma onların mənəvi qayğılarını bir çox hallarda göz ardı edirlər, onların fikirlərini dinləmirlər, onlarla söhbət etmirlər, onlarla bir dostcasına müzakirələr aparmırlar və bu da bir çox hallarda övladlarının yuxarı siniflərdə artıq onları bir baxıma saymamasına da gətirib çıxarır, onları dinləmirlər və valideynlər də bu işin içindən çox asan bir yol sıyrılmağa çalışırlar. Alfa nəsli deyərək bu işin içindən çıxırlar, amma elə alfa nəslini də bir baxıma biz özümüz yaratmış oluruq. Bu baxımdan əgər övladlarımızın gələcəyində də var olmaq istəyiriksə, bugündən onların həyatında var olmalıyıq ki, sonradan onların həyatında yox olmayaq. Əl-Fərabinin bu sözləri ilə sözlərimi yekunlaşdırım. Hər birinizə təşəkkür edirəm dinlədiyiniz üçün.